asan oyun olmadı bizim için. Necə biraz derdim daha dinamik oyun geçsin. Asıl olsun alınmadı. Hem rəqibin oyun üslubu biraz beləydi. Oradan da yerləşməyə tam yaradıcılmırdı, belə deyək ki. Onların oyuncuları dedi ki, çox tez əks hücumlara keçirdilər. Onda bunu dediğimiz gibi oyuna başladığını bir taraftan biraz bundan yaxşı oynadı. Amaxı, yaxşı mübarizə apardılar. Əlişik olunur. Nə istəyirlər meydanda tam yerini yetirdilər. Yaxşı mübarizə komandaydı. Amma sadəcə biraz bizə belə oyunlarda böyle asan olmadı. Çünki həddindən artıq oyun çox dayanırdı. Şimdi sən iki dəfələrlə bunu demək istəmişəm. Oyunun belə çox dayanması ola bilər Azərbaycan çempionatında kiməsə şey olur, kiməsə faydası olur. Bunu sırf bugünkü oyun üçün demək istəmirəm və sadəcə çox istərdim ki, bizim oyunlara ümumiyyətcə biraz kimimizdən nasıl, kimlə oynamamız nasıl olmayaraq biraz daha fərqli yanaşsınlar hakimlər, daha diqqətli, daha ciddi olsunlar. Böyle oyunu uduzar eybi yok. Çünkü biz biraz eğer bugün Avrupa'da oynuyorsa yani diğer her böyle oyunlarda Avrupa oyunlarından sonra daha çok oynanan oyunculara gözünü şans verirəm. Onları rəqas edirəm. Onların da bu dinamik uyğunlaşması mənim üçün, komanda üçün çox vacibdir. Və bu kadar vaxt keçirmək ya da hakimlər 5 dəfə getdilər meydana. Hər oyuncu yıxılır elə, həkimlər gəlirlər, bir dəqiqə gedib oyuncunun yanına çatırlar, bir dəqiqə qayıdırlar, yavaş belə. Ayxanı da görən kənardan, o da hisslənir oyuncularına ki, durun, amma bunu hakimlər nəvərət eləsinlər, belə olmaz da yəni. Qapçı da seyv edir, travma aldı və yaxud nəsə oldu belə. Ümumiyyətlə, nəyə görə bunlar deyirəm? Bu bizim heç birimizə fayda veren bir şey değil de. Böyle biz istiyoruz ki Avrupa'dan ayaklaşaq, ama dərik belə birdən belə bir yüksəlsən də temp dəyişir belə deyək. Orada oynanıb ya burada əlbəttə bizim üçün asan deyil. Həm komandanı motivasiya eləmək, həm oyunu hazırlamaq. Baxmayaraq bugün 4-cü gün idi oyundan sonra, amma yenə də oyuncularda Allah sever oyunlarından sonra yorğunçuluq olur. Ama sadece biraz oyunun mesela belə deyək ki, o rəvan olan oyunda görsən ki, kim nasıl olunaraq oyun belə gedir. Daha çox mübarizə, daha çox da saxlamır, çox dərmə zərbələri saxlamır. Bəzi var belə hakimdə. Amma ümumən belə bu çempionatı ona uyğunlaşdırmaq lazımdır. Bu da bir əlavə belə deyək də bir sistem olmalı belə deyək. Belə oyun ərzində əgər 15 dəqiqə oyun olmasa, sadəcə oyuncuların yıxılmasına, vaxt keçirməsina. Aslında sən oyunun belə deyək, tempini qaldırırsan, 1 və 2 dəqiqə həmən düşdü. 1 və 2 dəqiqə başlayırsan, komandanın öz cəriməcə sıxmağa həmən bir anda. Nəyə görə bunlar deyirəm? Ümumiyyətlə, gələcək üçün oyuncular da istərsən hisslənirlər, istərsənəz oyundan çıxırlar. Yəni bu da onlara heç də bir fayda vermir. Amma ümumən belə dediyim kimi, yəni Ayxan özü kənardan qışqırır, oyuncular hətta köməkçi məşqçisi də qışqırdı ki, qalx. Oyuncular da başa düşmüyorlar, amma belə hakim nəzarət eləsinlər. Hakim nəzarət eləsin, ya saxlamasın, ya hər dəqiqə elə həkim gəl. Bir nəfər görmədim, nəsə çıxarıb bir yarıldı birinin burasıyla, nəsə oldu belə çıxırlar, təzən qayıdırlar, çıxırlar, təzən qayıdırlar. Yəni demək odur ki, biraz belə bu belə detallara diqqət alsa daha yaxşı olar. Hər bir halda Ayxan Oğullar Azərbaycan çox yaxşı hazırlaşmışdı oyuna. Yəni bu onun haqqıdır. Bir halda bəlkə də udmağa da layiq idi. Olsa da yəni mən bu sözləri deyəcəkdim və yaxud olsaydı, biz də olsaydı bunlar deyəcəkdim. Sadəcə biraz futbol mübarizədir, biraz belə şeylər var ki, hər dəfə
siqnal belə. Saxlamaq biraz yaxşı olmaz. Futbolun kənarda çox danışdım. Oyuna gəldikdə də yenə bir xal gəldi xallarımızın üzərinə. Sağ olsun azərkeşlərimiz ona kimliklərin oldular. Görünən odur ki, çempionat heç də asan deyil. O qədər oyunlarda görsən biraz bilmən nəticələr var. Görünən odur ki, son oyunlara kimi yaxşı gərgin çempionat.